İranda ermənilərin müqəddəs Sərkis kilsəsində fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən dini rəhbər Əli Xamneyinin 40 mərasimi keçirilib. Mərasimdə İranlı nazirlər və digər rəsmilərin də iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzilərinin iddiasına görə mərasimin erməni kilsəsində keçirilməsinin səbəbi İsrailin mümkün hücumlarından sığortalanmaq məqsədi daşıyır. Qeyd edək ki, bu İsrailin zərbəsindən qorxmaqdan daha çox İranda yaşayan xristianların da Əli Xamneyinin anım mərasimini keçirməsinin görüntüsü kimi də qəbul edilə bilər. Yəni İran tərəfi belə bir mesaj verə biləcəyi iddiası da səsləndirilir, amma hər halda bunun özü olduqca belə deyək, fərqli açıqlamaların və yanaşmaların da ortaya çıxmasına gətirib çıxarır. Yəni yenə də Xamneydən söhbət gedir. Yəni bu adamın erməni kilsəsində 40 mərasim təşkil olunması əslində müsəlman dünyası üçün də bir çox belə deyək, bəzi məqamları yenidən gündəmə çıxarır və nələr olacaq, nə baş verəcək, hər halda suallar çoxdur, iddialar fərqli şəkildə ifadə olunur. Yəni Xamneyinin sevməyənlər də var, sevənlər də var, əleyhinə olanlar da var, lehinə olanlar da var. Yəni onların arasında da bu istiqamətdə məlumatlar, paylaşımlar, çıxışlar ortaya gəldikdə belə deyək, o fikir ayrılıqları, ziddiyyətlər özünü daha çox və qabarıq şəkildə göstərməkdədir və indiki məqamda heç də İranın deməzdik ki, tam olaraq nüfuzuna, imicinə uyğun olaraq bir addımdır, amma keçirilə bilər. Bu başqa kilsədə də təşkil oluna bilər, amma məhz erməni kilsəsinin bunun üçün əvvəlcədən düşünülməsi, təşkilatçılığın erməni kilsəsinə həvalə olunması, yəni bu artıq oradakı Güney Azərbaycanlıların illərdir biz problemlərindən bəhs edir. Təsəvvür edin ki, bizim bir məktəbimiz yoxdur, amma Xamneyn ölkənin dini rəhbərini erməni kilsəsində də yola salırlar. Xamneyn özünün isə hətta türk və Azərbaycanlı olduğu ilə bağlı dəfələrlə fikirlər və iddialar səsləndirilir. Yəni bu necə Azərbaycanlıdır, necə türkdür ki, onun İranda rəhbər vəzifəsində çalışdığı dövr ərzində bir dənə də olsa Azərbaycan məktəbi fəaliyyət göstərmədi, qurulmadı və ona belə deyək, şərait yaradılmadı ki, oradakı soydaşlarımız ana dilində təhsil ala bilsin, amma əvəzində isə öləndə hətta onun 40 mərasim belə erməni kilsəsində təşkil olunur.